11 bob. Mən Eysa Məsihni özümü ülgü qığınımdək, sizlərmu, meni özünlağa ülgü qılınla. Daim meni əsləb tuğanlığınla və mən sizlərə yetkizgən təlimlərə əməl qılınlar üçün sizlərni maqtayman. Lekin şunumu bilişinlarni ümid qiliman ki, həmmə ərinin beşi Eysa Məsihdir. Ayalının beşi Eysa Məsihinin beşi bolsa Xudadır. Şuna ibadətə qatnaşqanda bir beşiğa bir nemi artıb dua qısa, yoki Xudanın vəhisini yetkizsə, o öz beşi bolğan Eysa Məsihə hörmətsizlik qılğan boludu. Bir ayal beşiği bir нәрсе atmay dua qısa, yoki Xudanın vəhisini yetkizsə, o mu öz beşi, yəni öz erigə hörmətsizlik qılğan boludu. Bundaq ayalının keçi çürütülgən ayaldan fərqi yoxdur. Əgər ayal beşiğa bir нәрсе artışını xalımısa, undaqda o keçini kəsküzvətsin. Vahalənki, bir ayalının keçinin kesilişi, yoki çürülüşü nomus iş boğan eken, undaqda o ayal ibadətki qatnaşqanda beşiğa bir nemi artsın. Ərlə bolsa, ibadətki qatnaşqanda beşiğa bir нәрсе atmaslığı gerek. Çünki Xudanın obrazı yaratılğan bolup, Xudanın şan şərifini əks ettirdi. Ayal bolsa, ərinin şan şərifini əks ettirdi. Çünki insan yaratılğan çağda ayaldın əməz, ayal ərdin yaratılğan. Şundaqla, ayal üçün əməz, ayal üçün yaratılğan. Şunun üçün, ayallarının beşiği bir нәрсе artış, yoki artmaslık hukuku bağ bolsun mu? Bunu muvafık işletsin. Bu, hem pəriştilər üçündür. Halbuki, Rəbbimizə bağlanğan yeni hayatımızda, ayallar ərlərdən müstəsna əməz. Ərlər mu? Ayallardan müstəsna əməz. Çünki, ayal ərdin yaratılğan bolsun mu? Lekin mu ayaldın tuğuludu. Hər işgilisi bütkül mevcudatını yaratqan Xuda tərəfindən yaratılğan. Sizlər özünlə etinlaçu. Ayallarının beşiği birər нәрсе atmay turub, Xudağı dua qilishi doğru mu? Sizlər ərlərinin uzun çaş qoyuşunun özleri üçün nomus ikənligini təbii halda bilisizlər. Lekin ayallarının uzun keçi Xudanın ulağı yapqış qılıb bəgən gözəlligidir. Əgər kim bu sözlərə qarşı çıxsa, mən şundaq deyələyəm ki, bu biz əzəldən əməl qılıb kelivatqan qayıdə. Xudağı mənsub bolğan hər qaysı cəmaətçilik mu bunu doğru dəb qaraydı. Tövəndiki işlağı kəsək, mən bu doğrusunda sizlərni vaxtiya almayman. Çünki sizlərinin cəm boluşunlarının paydasıdın ziyini köp boluvatıdı. Birinciden, sizlər ibadətki cəm boğununlarda, aranlarda, quruqlağı bölünüşlə boğalığını anladım. Bu gəbkə qismən işəndim. Aranlarda bölünüşlərinin peyda boluşudun saqlanğılı bolmaydı. Lekin moşundaq boğanda, zadi kimnin Xudanı xursan qıldığanlığını körüv alğılı boludu. Sizlər Rəbbimizni xatırlaş məqsədində ölküzülğən dastıxanğa cəm bolumuz deysizlər. Əməliyyətdə bunun üçün cəm bolmaydı ikensizlər. Çünki sizlər bir-birinlarını saxlamay, özünlə ilib kelgan tamaqni özünlə yəvirdikensizlər də. Bəzilər
qong'ichi yeb ichidi-ekan. Yani ba'zilar oshib qoladi-ekan. Yeb ichishga o'z o'ylaringlar bor emasmi? Yoki bu yerga Xudoga mansub bo'lgan e'tiqodchilar jamoatchiligini ko'zga ilmay, yeydigan narsa yo'qlarni xijil qilishga jam bo'ldinglarmi? Sizlarga nima desam bo'la? Sizlarni maqtaymi? Yo'q. Bu ishda sizlarni hargiz maqtay olmayman. Rabbimizning dostig'ini to'g'riliq, men sizlarga yetkazgan ta'limlarni Rabbimizdan olganman. Rabbimiz Eyso sotqun tarpidan tutib berilgan kecha qo'lga bir non ilib, Xudoga shukr etib, nonni o'shitib turib, bu mening sizlar uchun pido bo'ldigan tenimdir. Meni eslab turish uchun buningdan yangla dedi. Xuddi shuningdek, tamoqdan keyin u yana jamni qo'lga ilib, bu jamdagi sharob mening qinim bilan tuzildigan Xudoning yangi ahdisining belgisidir. Her qitim bundaq sharobdan ichkininglarda meni eslab turinglar dedi. Shuning uchun toki Rabbimiz qaytib kelguncha her qitim bu nondan yegininglarda ve her qitim bu jamdakidan ichkininglarda Rabbimizning qurban bo'lganligini jakarlıqan bo'lisizlar. Shuning uchun Rabbimizning dastıqiniga daxil bo'lgan her bir kishi nomuvofiq holda nondan yeb, jamdakidan ichsa, u Rabbimizning biz uchun qurban qilgan teni ve oqqizgan qeniga yüz kilamaydigan gunoh qilgan bo'ladi. Shunga her kim avval bu ishlar ustidan o'z-o'zini tekshirib ko'rsin. Ondan nondan yeb, jamdakidan ichsin. Chunki e'tiqodchilar Rabbimizning dastıqiniga daxil bo'lish bilan o'zlarining Eyso Masihning teni ekanligini ifodalaydi. Buni farqlantirmay turib, nondan yegan ve jamdakini ichgan kishi o'zini Xudoning jazosiga mahkum qiladi. Mana shu sababdan bir munchinglar jismoniy jihatdan holsiz ve og'riq bo'lib qoldinglar. Hatto ba'zilar o'lib ketdi. Agar o'zimizni tekshirgan bo'lsak edik, bundaq jazolarga uchirmagan bo'latdik. Lekin gunohga to'lgan bu dunyoning odamlari bilan birlikda jazolanmasligimiz uchun Rabbimiz bizni mushundaq jazolab tarbiyalayotdi. Shunga qarindoshlar, Rabbimizni xotirlash maqsadida o'tkazilgan dasturxonga daxil bo'lish uchun bir yerga jam bo'lganinglarda hammaylar to'liq kelguncha bir-biringlarni saqlanglar. Bundaq yig'ilish sizlarning jazoga uchrashinglarga sabab bo'lib qolmasligi uchun qo'sig'i oshlar qo'sig'ini uyda to'ydirib kelsin. Boshqa masalalarga kelsak, yeninglarga borganimda so'zlashimiz.